Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qida təhlükəsizliyi bu gün ölkəmizin strateji prioritetlərindən birinə çevrildi. Biz də özəl sektor olaraq bu mühüm dövlət siyasətinə yaxından dəstək verir, əhalinin sağlamlığının qorunmasına ciddi töhfələr veririk. Veysaloğlu Şirkətlər Qrupu olaraq logistika infrastrukturumuz davamlı şəkildə təkmilləşdiririk. Bakının Məhəmmədi kəndində beynəlxalq standartlara uyğun inşa etdiyimiz logistika mərkəzi bu gün Cənubi Qafqazın ən böyük logistik qovşaqlarından biridir. Bu mərkəz təkcə məhsul axınının deyil, qida təhlükəsizliyinin dayanıqlı təminatçısıdır. Unutmamalıyıq ki, qida təhlükəsizliyi istehsalatla başlayıb ambar, daşınma, satış, müştəri səbətinə qədər uzanan bir məsuliyyət zənciridir. Bu zəncirin hər halqası, düzgün temperatur rejiminin qorunması, etibarlı etiketləmə, uyğun saxlanma və daşınma şəraiti həyati əhəmiyyət daşıyır. Ən kiçik səhlənkarlıq belə sağlamlıq üçün ciddi risklər yarada bilər. Bu baxımdan biz sadəcə istehsalçı və ya satıcı deyilik ki, biz bu zəncirin etibarına cavabdeh olan müasir şirkətlər qruplarındanıq. Şirkətlər qrupumuz 30 ildən artıqdır ki, qida təhlükəsizliyi sahəsində dünyanın ən yaxşı təcrübələrini öyrənir və tətbiq edir. Məqsədimiz sağlam gələcək üçün xalqımıza ləyaqətlə xidmət etməkdir. Çünki qida təhlükəsizliyi təkcə dövlətin deyil, hər birimizin işidir. Gəlin təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq.